Salamlar hər birinizə. Xoşbəxtlik Yaxdaşına podkastımın yeni bölümünə xoş gəlmisiniz. Əgər əvvəlki bölümlərimi dinləmisinizsə, yeni bölümü açdığınız üçün sizə çox təşəkkür edirəm. Əgər bu bölüm qarşınıza çıxan ilk bölümdürsə də, əvvəlki bölümləri dinləməyi tövsiyə edirəm. Orada da çox maraqlı bir təcrübələrimi paylaşmışam. Bu gün də düşünürdüm ki, çoxdan nə haqqında danışa bilərəm maraqlı. Öz həyatımda gördüyüm, müşahidə etdiyim və məni dəyişdirən hadisələrdən və məlumatlardan danışmaq istəyirəm. Son 6 ayda belə bir şey oldu ki, bilmirəm bu mövzuya necə gəldi əslində, yəni nədən qarşıma çıxdı bu mənim. Amma ki, quantum, coaching, ümumiyyətlə NLP həyatımızın necə, fikirlərimizin həyatımızı necə idarə elədiyi ilə bağlı çoxlu suallarım var idi ki, psixoloqlarda da, psixoloqa müraciət edəndə də, coachlara da müraciət edəndə ilk sözləri olur ki, öz içimizə baxmaq və niyə öz reallığımızı yaratmağa, necə yaratdığımızda sualın verirlər və mənə əvvəlcədən məntiqsiz gəlirdi ki, məsələn, əgər bizim beynimiz reallığımızı yaradırsa, onda hamı özü üçün ən yaxşı reallığı yaradardı, düz deyil. Kim istəyər ki, özünə problem yaratsın, pulsuzluq yaratsın, işsizlik yaratsın, hər hansı bir ailə üzvünü itirmək reallığı yaratsın. Bu mənə bu cəhətdən düşünürdüm, lakin bunu daha dərinə getdikcə və mən sevirəm bəzi şeylərin doğrudan da sıfırdan başlayıb onun necə işlədiyini, nəyə əsaslandığını, yəni bu elmi bir dataya mı əsaslanır, yoxsa hər hansı bir spiritual, bir dini açıqlaması mı var, nə ilə əlaqəlidir, bunu başa düşməyə çalışırdım və gördüm ki, əslində deyilənlərin ümumi bir yerə yığsaq, bəli, bizim fikirlərimiz bizim reallığımızı, həyatdakı reallığımızı yaradır. Və hər hazırda yaşadığımız həyatımız bizim əslində özümüzə layiq gördüyümüz, özümüzün buna yaşamalı olduğumuzu inandırdığımız bir həyatdır. Amma əsas sual ondadır ki, biz nə qədər fikirlərimizi idarə edə bilirik. Yəni, fikirlərimiz bizim həyatımızı yaradır, amma biz nə qədər o fikirlər üstündə öz qüvvəmizi başa düşürük, dərk edirik və onu doğrudan da idarə etməyi bacarırıq. Çünki belə bir şey var ki, yəqin çox eləmişdik ki, bizim şuuraltımız həyatımızın 90-95%-ni idarə edir. Yəni ki, biz gündəlik həyatda bədənimizi idarə eləmirik çox vaxt. Yəni, daxili orqanlarımızın necə işləməyini beynimiz avtomatik idarə edir. Və nəyəsə görə biz düşünürük ki, bütün bədənimizi idarə eləyə bilən şuuraltımız, beynimiz bizim digər hissələrimizi idarə etmir. Əslində edir. Və bizim doğrudan da bunu səhv etməsə əvvəlki epizodların birində bildirmişdim ki, Erik Bernə əsasən 3 bizim şəxsiyyətimiz var. Uşaq, böyük və valideyn obrazı var. Və bizim o içimizdəki uşaq, mən deyərdim ki, bunu fərqli mənbələrdə fərqli cür qeyd olunur. Deyirlər ki, məsələn, bir şey istəyəndə bunu Allahdan istəyin deyən dinlər bunu deyir. Yeni metodologiyalar deyir ki, universe-dan, yəni kainatdan istəyin bunu. Bəzi mənbələr də deyir ki, bizim içimizdəki uşaq hansı ki bizim həyatımıza qərar verir. Bu nə üçün belə baş verir? Bunu yəqin ki, psixoloqlardan da eşitmisiniz ki, dedilər ki, bütün travmalarımız, hal-hazırdakı travmalarımız da deməzdim əslində. Həyatla bağlı düşüncələrimiz, məsələn, pulla bağlı düşüncələrimiz, insanlarla bağlı bəzi insanlar düşünür ki, bütün insanlar pisdir, bəziləri deyir ki, yox, insanlar əslində yaxşıdır, yəni dərində olaraq, xasiyyət olaraq. Bəzi insanlar inanır ki, dəyişə bilər insanlar. Yəni bütün bu dünya ilə bağlı inanclarımızın psixoloqlar düşünürlər ki, 7 yaşa kimi bu artıq formalaşır. Və mənə də həmişə maraqlı gəlmişdi ki, niyə ancaq 7 yaş? Yəni, hardan bilirlər ki, 7 yaşdır, 5 yaşdır? Yəni, bunun əsası hardan gəlir? Və çox təsadüfən mənim qarşıma çox belə
gözləmədiyim bir yerdən belə bir podkasta qulaq asırdım. Orada deyir ki, ümumiyyətlə bizim beyin dalğalarımız var və bu proses elmi cəhətdən sübut olunmuşdur ki, bizim fərqli işlərlə məşğul olanda fərqli beyin dalğalarım necə deyirlər, onu buraxırıq, fərqli beyin dalğasında oluruq. Məsələn, yatandakı beyin dalğamızla təbii ki, hansısa bir işlə məşğul olanda beyin dalğamız fərqlidir. Və bununla da bağlı belə bir Theta Healing elmi yaranıb son zamanlarda. Bununla da bağlı yəqin çoxunuz eşitmisiniz. Eşitməmisinizsə də tövsiyə edirəm ki, bir baxasınız nə ilə bağlı olduğuna. Bu ikisinin də mənə maraqlı oldu ki, Theta Healing dediyimiz şey əslində beynin teta dalğası ilə işləyən bir metodologiyadır. Mən də bu seansda olmuşdum bir dəfə ki, hardakı o metodoloq dediyimiz şəxs, o sizin müəyyən beyin dalğanıza getməyinizə kömək edir ki, bunu siz özünüz istəsəz çətindir onu eləmək ki, öz beyin dalğalarınızı idarə edəsiniz. Amma ki, bunun müəyyən bir metodunu eləyirlər ki, siz teta dalğasına gedirsiniz, oradakı düşüncələrinizi dəyişirsiniz və həyatınızdakı, yəni həyatla bağlı yenə düşüncələrinizi dəyişdikdə həyatınız dəyişir əslində. Və mənə yəni qaranlıq qalmışdı ki, niyə ancaq teta dalğası? Niyə biz nəyisə çözmək üçün, nəyisə həll etmək üçün və yaxud keçmişimizlə bağlı bir şeydə dəyişiklik etmək üçün biz niyə xüsusi teta dalğasına gedirik? Və bununla bağlı belə bir fakt öyrəndim ki, uşaqların böyüdüyü müddətcə hər bir yaş qrupunda biz müəyyən bir beyin dalğasında oluruq. Və niyə bu həm yaşla irəliləyir, həm də ki, aktivitelərlə bağlıdır? Çünki bizim beynimiz yeni doğulanda daha inkişaf etməmiş formada olur. Yəni təbii ki, böyük yaşlı bir uşağın və ya böyük bir şəxsin beyninin nə qədər inkişaf eləməsi ilə böyük uşağınki tamam fərqlidir yeni doğulmuş uşağın. Bəzən belə bir sözlər işlədirlər ki, pişiklər və yaxud itlərlə bağlı səhv eləmirəmsə ki, onların beyni 2 yaşlı uşaq beyni kimi işləyir. Bunu bəlkə eşitmisiniz. Bu da maraqlı bir faktdır ki, biz yeni doğulanda bizim beyin dalğalarımız 0-2 Hz arası olur. Çünki bizim yeni yaranmış beynimiz və yeni doğulmuş uşağın beyni daha yüksək dalğaları ümumiyyətlə icra edə bilmir. Yəni bu onlarda mümkün deyil. Onların eləyə biləcəyi bir şey deyil. Necə ki, yeni doğulan uşaq yeriyə bilmir. Onun beyni də müəyyən bu dalğaları buraxa bilmir. İlk doğulanda biz 0-2 Hz dalğasında oluruq. Bu da delta dalğasıdır. Hansı ki biz indiki yaşımızda belə də bir fakt demək istərdim ki, biz böyük insanlar müəyyən bir yaşdan sonra 5 dalğa tipinin hamısında ola bilir. Bizdə hamısı var. Sadəcə məsələn yatanda biz delta dalğasında oluruq. Bu istirahət, yeni hücrələrin bərpası ilə bağlıdır ümumiyyətlə. Əsas istirahət və yenilənmə ilə bağlı bir dalğadır. Hardakı biz artıq daha aşağı frekansdakı bir dalğada oluruq və beynimiz artıq bizi bərpa eləyir, böyümə hormonları, inkişaf hormonlarını buraxır. Və 0-2 yaş olan uşaqlarda da çox aşağı dalğada və bu uşaqların da görmüsünüz ki, onların sadəcə dincəlməyə ehtiyacı var. Onlar dincəlirlər, deyirlər ki, nə qədər yatsa o qədər yaxşıdır, böyüməsi üçün yaxşıdır və 2 yaşa kimi onlar sadəcə delta dalğasında olurlar və beyinləri bu hissədə onlara lazım olanı ancaq böyüməsinə fokuslanır. Bədənlərinə çox güc düşdüyü üçün onların, yəni 2 yaşa kimi uşaqların böyümə sürəti ilə ondan sonraki sürəti də təbii ki bir deyil və bu sürətin olma səbəbi də daim çox vaxt delta dalğasında olub özlərini böyümə hormonuna verməsi ilə bağlıdır. Növbəti yaş isə 2-7 yaş arası. Bu hissə maraqlıdır ki, teta dalğasındadır. Yəni bizim bu dediyimiz teta healingin hər şeyin əsasında psixoloqların dediyi ki, niyə biz 2-7 yaş arası bu şeyləri formalaşdırır? Çünki bizim beynimiz o an teta dalğasındadır. Teta dalğası isə nə ilə bağlıdır? Kreativlik, yaratma, yeni ideyaların yaranması, formalaşması. Yəni ki, bu bizim bir növdə deyərdim ki, şüuraltımızın formalaşdığıdır. Delta dalğasında olan bir uşağın şüuraltı anlayışı olmur. Əsas
hissə şuuraltının yarandığı, o fikirlərin formalaşdığı və ora məlumatların toplanması teta dalğasında olduğu üçün, teta dalğasının da deltadan fərqi ondadır ki, beyin çalışır, lakin yeni ideyaları özündən ürədə bilmir, yəni özündən çıxartmır o yeni ideyaları. Ətrafda nə varsa onları özünə götürür və onu doğru kimi qəbul edir. Və buradan da yenə eyni məsələyə gəlirik ki, niyə uşaqlar ətrafdakıları kopyalayır? Siz onların yanında nə danışsınız təkrarlayacaqlar, hərəkətlərinizi təkrarlayacaqlar və bu çox güclü bir şeydir ki, onların həyatda survive eləməsi, həyatda qalması üçün məlumata ehtiyacları var ki, mən necə yemək yeyim, mən necə yeriyim, mən necə danışım, mən necə özümü müəyyən bir yerdə aparım və bunların hamısını ətrafdakı insanlara baxaraq, ola bilər uşaqlara baxaraq onları sadəcə kopyalayırlar və bundan irəli gəlir ki, növbəti yaşlarımızda, daha böyük yaşlarımızda bizim hansısa bir problemimiz olduqda və biz başa düşmədikcə ki, məsələn, mənim belə insanlardan xoşum gəlmir. Mən buna niyə xoşum gəlmir? Biz gedirik uşaqlığımıza, çünki biz uşaq vaxtı kimdəsə görmüşük və bu qərara gəlmişik ki, məsələn, kimisə bizim yanımıza deyiblər ki, filan tip insan pisdir və biz onu doğru qəbul etmişik. Çünki həmin beyin dalğasında düzgün analitik düşünmə bir bacarığı yoxdur. Sadəcə kopyalama bacarığı var və ona görə bu beyin dalğasını bu qədər vurğulamağım odur ki, mənim üçün şəxsən mənim kimi bir analitik düşünən insana çox düzgün bir izahat kimi gəlmişdi və ola bilər ki, sizin üçün də bütün bu spiritual hər şey faktlar deyil, yəni hamı çox şey deyə bilər, amma ki, bir şeyin elmi açıqlamasının olması mənim üçün daha dəyərlidir, düzün desəm. Və burada da görürük ki, biz əgər fikirlərimizin bir şey haqqında, yəni bunu hardan öyrənmişəmin cavabını bilmiriksə, bunun ən düzgün yolu həmin yaşlarımızı çox adam da xatırlanmır. Mən çox şey var ki, xatırlamıram, amma ki o teta praktikaları, teta seanslarında olduqda görürəm ki, mən artıq o xatirələrimi daha rahat yada sala bilirəm ki, mən düşünürəm ki, mənə çox kömək olub bu proseslərin. Və bundan sonra biz başa düşürük ki, okey, mən ola bilər ki, yəni burada təbii ki, heç kimi də günahlandırmıram, belə bir disclaimer kimi deyə bilərəm ki, burada nə valideynlərimiz günahkardır ki, uşaq vaxtı siz mənə belə elədiniz, ona görə mən belə oldum. Belə bir şey yoxdur. Hər birimiz əgər böyük adamlarıqsa, başa da düşürük ki, bizim həyatımızın məsuliyyəti ilk öncə özümüzdədir. Yəni 18 yaşından yuxarı bir insanın gəlib deməyi ki, yox, siz uşaq vaxtı mənə belə elədiniz, ona görə mən bugün pis insan olmağa qərar verirəm və yaxud mən də başqalarına pislik eləməyi ya incitməyi onları haqq görürəm özümdə, bu da düzgün deyil. Sadəcə mənim bunları anlatmaqda məqsədim və özüm üçün öyrənməkdə məqsədim odur ki, bəzi şeyləri həyatımda dəyişdirə bilim. Məsələn, çox hündürdən danışan insanlar məni narahat edirsə, qıcıqlandırırsa, əsəbləşdirirsə, mən istəmirəm mənə belə olsun. Mənim problemim o insanlara nəsə deməkdə də deyil ki, yox, siz yavaş danışın. Sadəcə mənim məqsədim odur ki, öz həyat keyfiyyətimi yüksəldim və başa düşüm ki, niyə mən biri hündürdən danışanda bu qədər narahat oluram? Axı onun mənə hörmətsizlik eləmədiyi müddətcə, məni incitmədiyi müddətcə mənlə əlaqəsi olan bir mövzu deyil. Və mən bunları başa düşməyə başladıqca görürəm ki, özüm həyatımı yaşlaşdıra bilirəm. Başa düşürəm ki, okey, uşaq vaxtı belə deyiblər, bəlkə də düz deyil. Mən o fikri gedib dəyişdirməyi seçirəm, amma bunu heç kimi günahlandırmadan, nə valideynlərimi, nə müəllimlərimi, kimisə də ola bilər ki, vaxtı mənə təsir edən. Heç kimi günahlandırmadan sadəcə gedib onu dəyişdirəm öz həyatımda və deyirəm ki, bundan sonra belə olmayacaq. Və bunun o qədər yüngülləşdirici bir şey olduğunu bilmirəm, yəni necə izah edə bilərəm. Həyatımın mənim əllərimdə olduğunu başa düşmək və yəni düşünün ki, doğrudan da belə bir fakt var ki, bizim fikirlərimiz öz həyatımızı formalaşdırır. Necə dediyim kimi də uşaq vaxtı müəyyən bir fikirlər qazanmışıq, müəyyən bir məlumat topusu yığmışıq beynimizə, hansı ki bizim şuuraltımızda toplanır. Şuurlu olaraqsa biz başqa qərarlar veririk. Başa düşəndə ki, bizim şuuraltımız necə bizim həyatımızı formalaşdırır. Çünki biz şuurlu olaraq, onu dediyim ki, şuurlu olduğumuz
analitik düşündüyümüz hissələrdə biz beta dalğasındayıq. Bu artıq 7 yaşdan sonraki bir periodda yaranan bir dalğadır və bu bizim daha reallığa uyğunlaşmamızı göstərir. Amma bunu yəqin ki görmüsünüz ki 2-7 yaş arası uşaqlarda reallıqla həyat yuxunu və yaxud bir şeyi xəyalını qurmağı onlar ayırd edə bilmirlər. Çünki onların beynindəki dalğa mexanizmi onlara bunu hələ ki analitik düşünə bilmirlər ki, bu hansıdır? Mən reallıqda bu hadisə yaşandı məsələn. Kimlənsə görüşüblər. Bununla mən reallıqda görüşdüm, yoxsa yuxuda görüşdüm. Bunu ayırd edə bilmirlər. Bu da çox normaldır. Əslində onların kreativ qabiliyyətlərini genişləndirir. Amma ki artıq biz şuurlu şəkildə analitik düşüncəyə keçdikdə başqa şeylər düşünə bilərik. Amma əgər əvvəlki düşüncələrimiz tərsini deyirsə, bizim şuuraltımız daha çox hərəkətlərimizi idarə elədiyi üçün onun dediyi olur. Məsələn, biz şuurlu şəkildə deyə bilərik ki, məsələn, mən maşın almaq istəyirəm, düzdürmü? Çünki çox da real bir şeydir. Demək ki, yəni burada söhbət milyonluqdan da getməsin olsun, neçə minliksə maşın. Biz əgər deyiriksə ki, mən maşın almaq istəyirəm, bu çox normaldır. Amma nə eləyirik, olmur. Maşına pul yığırıq, o pul harasa gedir. Ola bilər ki, belə hadisələr çox olur həyatınızda və maşın olmasın, adi bir ayaqqabı olsun da. Belə olur ki, belə hadisələri ümumiyyətlə coachingdə və psixoloqla oturub araşdıranda başa düşülür ki, siz dildə deyə bilərsiniz ki, mən maşın istəyirəm. Amma əgər sizin uşaqlığınızda və yaxud sizin beyninizdə proqramlanan belə bir düşüncə varsa ki, maşın alanların başına nəsə gəlir. Ola bilər ki, hər hansı bir qohumunuz uşaq vaxtı bir maşın alıb, bahalı maşın alıb, sizin istədiyiniz oxşar bir maşın alıb və siz o maşını da indi də hansısa bir xoş emosiyaya görə istəyirsiniz, o ayrı bir məsələ. Əgər uşaq vaxtı belə bir hadisə olubsa ki, bir qohumunuz maşın alıb, sonra başına bir iş gəlib və sizin valideynləriniz də ola bilər ki, yəni onlar da düşünüb sadəcə, səsli düşünüb. Deyib ki, hə, o da maşını aldı, sonra axırı belə oldu, düşmədi maşın ona, nə bilim, belə maşın alanda düşmür adama, belə olur, elə olur və bu fikir nə edir? Sizin beyniniz artıq maşını alsam, başıma pis bir iş gələcəyinə assosiasiyanı qurur. Amma bunu sizin şuurunuz görmür. Çünki bu xatirə olaraq qalır. Ola bilər ki, heç yadınıza gəlmir belə bir şey eşitdiyiniz, amma ki, bu şuurunuza yazılmış ola bilər. Şuurlu şəkildə siz deyirsiniz ki, maşın alaram. Amma biz belə bir metod var ki, coachingdə əgər sizə sual versək ki, okey, maşın alsanız nə hiss edəcəksiniz? O hissləri deyəndə bəzi insanlardan çıxır ki, hansı bir negativ hiss çıxır. Biz soruşuruq ki, aha, siz nəyə görə düşünürsünüz ki, belə bir şey ola bilər? Ola bilər ki, sizin cavabınız o olar ki, maşın alsam çox sürətlə gedərəm. Aha, sürətlə getsəz nə olar? Niyə sualların, bunu eləsəz nə olar, o olsa nə olar? Bu sualları verdikcə özümüzə başa düşürük ki, bizim çox altda yatan buna bağlı bir qorxumuz var. Onu bizim böyük şəxsiyyət olaraq, böyük bir şəxs olaraq bizim üçün məntiqli ola bilər o maşını almaq. Amma əgər bizim uşaq proqramlarımızda elə bir kod varsa ki, yox, maşın safe deyil, yəni maşını sahibi olmaq insan üçün təhlükəsiz deyil, onda o beynini sizə o maşını almaqdan sabotaj edir bir növ. Yəni elə eləyir ki, siz neynəsəz də onu ala bilməyəsiniz. Çünki bizim bədənimizin və beynimizin bir hədəfi var ki, bizi həyatda tutsun. Yəni xoşbəxtlik, ailə, mal, dövlət, bunlar hamısı ikinci, üçüncü, bilmirəm neçənci sıradakı hədəfləridir bizim bədənimizin, özümüzün. İlk öncə hədəfimiz odur ki, sağ qalaq. Sağ qalandan sonra artıq fikirləşirik ki, necə yaşayaq, neyniyək, xoşbəxt olaq, olmayaq. Bununla da bağlı belə bir hadisə var idi ki, Türkiyəyə çoxlu Suriyəli qaçqınlar gələndə, onlar da ümumiyyətlə araşdırma aparırdılar ki, niyə bu insanlar qaçqın olduqları halda uşaq sahibi olmaq istəyirlər. Yəni
başa düşürsüz ki pulunuz yoxdur, acısız, yəni qaçqın olanda mal pulla gəlib keçmirlər də ölkəyə. Qaçqın şəraitində gəlirlər, müharibədən qaçmış insanlardır. Və bunlar niyə bu qədər hər də uşaq sahibi olur? Belə bir açıqlaması var idi ki, insan beyni üçün survive eləməyin, həyatdan qalmağın bir yolu odur ki, uşaq sahibi olasınız. Və uşaq sahibi olduqda, ailə böyüdükcə, tayfa böyüdükcə o tayfanın bir-birinə qoruması, bir-birinə müdafiə etməsi daha artdığı üçün insanlar ac olsa belə, xoşbəxt olmasalar belə uşaq sahibi olmağa davam etdirirlər. Çünki onların həyatda qalma instinktidir. Onların bədənləri, beyinləri həyatda qalmaq üçün bunu seçirlər. Və ola da bilər ki, biz müharibə şəraitində yaşamırıq. Ümid edirəm ki, aranızda yaşayan da yoxdur. Və belə olmadıqda, amma başqa hadisələrdə də beynimizin düşünmə tərzi eyni formadadır. Sadəcə baxır ki, orada bizi təhlükəyə salacaq, bizim həyatımızı təhlükəyə salacaq, bizim ölməyimizə səbəb ola biləcək hər hansı bir fakt varsa, biz onu eləməyə icazə vermir. O düşünür ki, biz hər şey bir qırağa. İlk öncə sağ qalaq, ondan sonra fikirləşərik. Və biz araşdıranda da ki, hər şeydə niyə bir şey bizdə alınmır, düşünürük ki, ilk öncə mən niyə bunu istəyirəm? Bu olsa mənim həyatımda nə olacaq? Bu olmamaqsa mənim üçün həyatımda necə bir plusu var deyərdim. Yəni, okey, mənim maşınım yoxdur. Mənim maşınım yoxdursa bu mənim necə bir plusları var? Məsələn, benzin pulu ödəmirəm, maşının təmiri ilə məşğul olmuram. Maşın sürərkən qəza keçirtmə riskim yoxdur. Qəza keçirdə bilərəm, amma maşın sürərkən özüm yaxşı bir sürücü olmadığım üçün qəza keçirtmə ehtimalım çox daha aşağıdır. Belə düşündükcə, əgər məsələn siz birinə sual verirsiniz ki, niyə maşının olmaması sənin üçün yaxşıdır? Və əgər o insan deyirsə ki, məsələn, qohumlarım düşünməyəcək ki, mən varlayım. Demək, onun elə bir inancı var ki, əgər maşın alsa, ətrafdakılar onu təhdid gəlib üzünə deməyəcəklər, amma ki, təhdid olaraq görəcəklər. O belə bir özünü narahat hiss eləyəcək onların yanında. Düşünəcək ki, fikirləşərlər, bir də mənim maşınım var, pulum var, gəlib məndən pul istəyərlər. Yəni, belə şeyləri soruşduqca bəzi insanlar deyə bilər ki, maşınım yoxdur, qəza riskim yoxdur, tutalım. Və yaxud maşınım yoxdur, insanlar məndən heç nə xahiş eləmir ki, onlar üçün eləyim. Bu şeyləri anladıqca da görürük ki, əslində bizim şuurlu istədiyimiz əşyalar, hadisələr, insanlar, hər hansı bir təcrübələr şuuraltımız tərəfindən də qəbul olunmadıqca, o razı olmadıqca bizə onu gerçəkləşdirməyə əsla icazə vermir. Amma ki, bunun pozitiv tərəfi ondadır ki, əgər biz şuuraltımızı buna razı salsaq, o bizə ətrafımızdakı o imkanları göstərməyə başlayır. Belə bir şey olub həyatınızda. Yəqin ki, məsələn, bir brend haqqında heç vaxt eşitməmisiniz. O brendin adını eşitdikdən sonra onu ətrafınızda çox görməyə başlayırsınız. Yəni, siz bu brendin adını öyrənəndən sonra səhərsi gün gedib ora mağaza açmayıblar da hər halda. O mağaza orada neçə ildir var? O brend neçə ildir mövcuddur? Sizdən əvvəl də var idi bəlkə də. Və siz bunu görəndə artıq bu sizin, necə deyirlər, alanınıza, ərazinizə girir ki, o sizi artıq onu görəndə tanışlıq hissi yaranır. Bəlkə də tanımadığınız bir brendə o qədər də fikir verməzdiniz. Ona görə bu bizim bir şeyləri düşünməyə başladıqca, bir şeyləri doğrudan da ürəkdən istədikcə həyatımızda onu yarada biləcək fürsətlər görməyə başlayırıq. Məsələn, bir insan doğrudan da səmimi qəlbdən bir partnyorunun olmağını istəyirsə, sevgilisinin olmağını istəyirsə, amma olmursa, biz artıq başlayırıq onu araşdırmağa ki, niyə onun partnyorunun olmaması ona sərf edir? Yəni, bu çox güclü bir sualdır əslində və tövsiyə edərdim ki, hər birinizdə bir şeyi istədiyinizi düşüb, amma niyə alınmır sualını verəndə ki, niyə alınmır sualını verəndə hər zaman özünüzdə sizin beyniniz həyatınızda niyə alınmadığını göstərəcək suallar
hadisələr çıxardır qabağınıza. Amma siz sual versəniz ki, bu niyə mənə sərf edir? O sizə göstərəcək ki, partnyorunuz olmasa da çox, xoşbəxt həyatınız var, bəlkə də xoşbəxt olmasa da sakit və təhlükəsiz həyatınız var. Bu çox vaxt belə bundan irəli gəlir ki, məsələn, partneri yoxdursa birinin, təbii ki, ona vaxt sərf eləməli deyil, ona bəlkə pul sərf eləməli deyil, onunla bağlı oturub emosiyaları ilə üzləşməli deyil, birinə qarşı məsuliyyət hiss eləmir artıq. Yəni bunun da hər bir hadisənin doğrudan da müsbət və mənfi tərəfləri olduğu kimi biz özümüzə sual verəndə ki, bu müsbət tərəflər var. Amma ki, mən onları istəyirəmmi, istəmirəmmi və daha bir yaxşı xəbər də bundan ibarətdir ki, şuuraltı şuurdan əmr alır. Siz şuuraltınızdakı o inancları tapanda ki, mən belə düşünürəm, çünki belə bir inancım var və o inancı doğrudan da dəyişəndə, deyəndə ki, yox, dəyişmək də o demək deyil ki, yox, mən belə düşünməyəcəm. Okay? Kainatda heç nə boşluqda qalmır. Heç nə düşünməyəcəm yerinə, deyəndə ki, yox, mən artıq belə düşünməyəcəm. Mən düşünəcəm ki, maşın almaq böyük bir xoşbəxtlikdir. Maşın almaq məni hər gün fərqli bir sürücünün takisini minməyi və özümü bir növ təhlükəyə atmaqdan qoruyur. Buna belə baxsa, doğrudan maşının təhlükəli olduğunu düşünən bir insan, əminəm ki, bu onun inanclarında artıq fərqli bir şey gətirib çıxacaq. Və bunları dəyişdirdikcə də inanclarımızı həyatımızda da o müsbət dəyişiklikləri hər zaman hiss edirik ki, əgər bir insan da düşünürsə ki, mən partner istəyirəm, amma ki, o necə deyərlər, sərf eləyən momentləri həyatından qaldırdıqca, o inancı dəyişdikcə ki, yox, ola bilər mən məsuliyyət hiss eləyəcəm, amma mən istəyirəm. Mən doğrudan da düşünürəm ki, mən birinə sevgimi verə bilərəm, diqqətimi verə bilərəm, qayğımı verə bilərəm və bunu doğrudan istəyirəm. Əmin olun ki, o insanın qarşısına istədiyi kimi və təbii ki, bu kitabda da oxumuşdum bunu ki, ağzınızdan çıxan hər bir söz sizin qarşınıza restoranda verdiyiniz yemək sifarişi kimi o dəqiqə gələcək qarşınıza. Yəni bu həmişə zaman belədir ki, ola bilər sizin vaxt anlayışınızla hadisələrin olma sürətinə biraz fərqli olsun, amma doğrudan da ağzınızdan nə çıxırsa, nə istəyirsinizsə, necə istəyirsinizsə, o qarşınıza gəlib çıxır. Belə bir bu kainatın dəyişilməz bir qanunudur. Sadəcə başa düşmək lazımdır ki, mən söz deyəndə nəyi nəzərdə tuturam? Siz deyə bilərsiniz ki, məsələn, mən çox hündürboy bir partner istəyirəm. Hündürboy sizə görə nədir? Yəni ola bilər ki, siz 1.80 boyundasınız, sizin hündürboy anlayışınız 1.90-dır, amma bir 1.50 boyunda da onun hündürboy anlayışı 1.60-dır. Yəni bu şeylərə diqqət eləyəndə ki, mən doğrudan necə bir şey istəyirəm həyatdan. Maşın 10 minlik də maşın da var, 100 minlik də var, 150 minlik də var. Hər qiymətdə var. Maşın istəyəndə necə bir maşın istəyirsiniz? Sizə nə verəcək bu maşın? Hər şeyin həyatda nə istədiyimizi başa düşmək, özümüzü sorğulamaq, yəni qarşımızdakıları günahlandırmaqdan da ki, yox, mənə az maaş verirlər, ona görə maşın ala bilmirəm və yaxud ətrafda heç yaxşı olan yoxdur, mən heç özümə partner tapa bilmirəm. Bunlar bizə bu qınaqları eləmək, bu şikayətləri eləmək heç nə gətirib çıxartmır və dediyim kimi də, əgər siz desəz ki, ətrafda heç yaxşı olan yoxdur, bütün o yaxşı olmayanlar yenə sizin qabağınıza çıxmağa davam edəcək. Çünki siz düşünürsünüz ki, yaxşısı çıxmır və kainat əgər ümumiyyətlə sizin qabağınıza yaxşısız da çıxsa, siz onu da pis deyəcəksiniz. Çünki sizin anlayışınızda pis var. Siz pisin nə olduğunu bilirsiniz. Yaxşının üstünə oturub fikirləşmirsiniz bəzən. Fikirləşmirsiniz, yəni də təbii ki, bəzi insanlardan söhbət gedir. Çox vaxt bəzi insanlar deyir ki, bu pisdir, okey, yaxşı nədir sənin üçün? Yaxşını təsvir edəndə bu daha çətin gəlir. Çünki bir şeyi pis deyib qırıb atmaq daha rahatdır. Amma demək ki, yaxşı nədir? Məsələn, yaxşı olan mənim anlayışım nədir? Necə olsun? Nə xarakteri olsun? Necə görüntüsü olsun? Nə işlə məşğul olsun? Bunları düşünmək ki, mən nə istəyirəm, necə istəyirəm, məncə ətrafda necə oğlanlar var, sizin qarşınızda da eləsiləri çıxır. Biz əgər ucuz maşın istəyiriksə, ucuz maşın axtarırsa, bizim qarşımıza maşınlar çıxacaq.
Amma əgər bahalı maşına layiq olduğumuzu düşünürsə, bir də belə bir mövzu var ki, mən nəyə layiq olduğumu düşünürəm, nəyə layiqəm yox. Çünki heç kimin nəyə layiq olduğunu qərar verən bir mexanizm yoxdur dünyada. Yəni belə bir ədalət sistemi hələ qurulmayıb, qurulmayacaq da. Ki, sən buna layiqsən, amma buna deyilsən. Sən 10 minlik maşına layiqsən, sən 100 minlik, sən 1 milyonluq. Belə bir sistem yoxdur. Sistem ona ibarətdir ki, mən nəyə layiq olduğumu düşünürəm. Türklərdə yenə belə bir şey var idi ki, məsələn, hamı hər istədiyini əldə edirsə, hamı yalı istəsə, böyük bu Boğazın kənarındakı villalardan, orada limitli sayda yalı var. Necə olacaq ki, hamıya çatsın da tutalım. Əslində isə reallıq bundadır ki, hamı özünü ona layiq görə bilmir. Elə insanlar var ki, doğrudan da siz düşünə bilərsiniz ki, o promotion almağa layiq deyildi, yaxşı vəzifəyə layiq deyildi, yoldaşa layiq deyildi. Amma o insana baxanda görürsünüz ki, o insanın içində 100% əmindir ki, mən buna layiqəm və ona görə də o ətrafında da onu yarada bilir. O düşünür ki, mən buna layiqəm, ona uyğun hərəkət edir. O necə deyilir, o villada yaşaya biləcək kimi özünü aparır. Ətrafındakilara da elə bir necə deyirlər, enerji ötürür ki, doğrudan da onlar da görür ki, bu enerjidədir. Özünü ona layiq aparır, ona uyğun giyinir, ona uyğun ətrafı var, ona uyğun özünə partnyor seçir. Bunların hamısını edən bir insan özünü ona layiq görürsə, o həyatında həmişə olacaq. Və qıraqdakıların baxıb demək ki, yox, ona layiq deyildi, o onunki deyildi, əslində ondan da yaxşı, nə bilim, ondan da gözəl qızlar var, ondan da savadlı qızlar var. Bu demək deyil ki, onlar əksikdir. Sadəcə söhbət ondan gedir ki, burada iki tərəfi də var. Bir, real dünyada biz nələrə sahibik? Doğrudan da gözəl, sağlam, qayğısına qaldığımız bir bədənə sahibikmi? İnkişaf etdirdiyimiz bir beyinə, dünya görüşünə, istedadlarımızın üstünə çalışırıqmı? Bu bir tərəfidir. İkinci tərəfi isə biz bu sahib olduqlarımızı nə qədər mənimsəyirik, nə qədər də o necə deyirlər, o talantlarımızın, istedadımızın, bacarıqlarımızın arxasında dururuq. Nə qədər gözəl insan var, yaraşıqlı insan var ətrafda ki, qəbul eləmirlər. Ki, yox, mən o qədər də deyiləm, nə bilim, elə insanlar çox gözəl bədənləri var, çox çalışıblar üstündə, yəni doğrudan da görürsən ki, onların üstə əmək var onun. Amma deyirlər ki, yox, məndə belədir, prosta bəxtim gətirib. Bu da pis bir şey deyil, amma yenə də hansı insanlar ki, ona verilən, necə deyirlər, o gözəllikləri, o şansı, o bəxtəvərlikləri dəyərləndirmir. Onlara məncə daha çoxunu da gəlmələrini gözləmək mənasızdır. Çünki adi fikirləşin, siz birinə bir hədiyyə verirsiniz, onun üçün bir xoş bir şey yaradırsınız. O isə deyir ki, yox, mən buna layiq deyiləm, mən düşünmürəm ki, mən bunu eləmişəm. Prosta belə gətirib ki, belə olub. Siz ikinci dəfə o insana yaxşılıq deyim, hədiyyə deyim, sürpriz deyim, eləmək istəmərsiniz. Düşünərsiniz ki, yenə dəyərdən ötürəcək. Ondan sonra gedib sizə çox sağ ol deyən, təşəkkür eləyən ürəkdən deyən ki, çox sağ ol mənə verdiyin əməyə görə, mənə hədiyyəyə görə. Bu insana daha çox nəsə eləməyə meylli olarsınız da məntiqli olaraq. Və dünyanın qanunları da eyni bu cür işləyir ki, necə ki, mütəşəkkir olan insanlar, əlində olanlara təşəkkür eləyib, onu qəbul edən insanlar həyatdan daha da çoxunu alır hər zaman. Çünki niyə də almasınlar? Əgər o insanlar verilən hər şeyin dəyərini bilirsə və özünü başa düşürsə ki, mənə bugün bu olunubsa, demək ki, mənə layiq olunub. Mənim bir dostum mənə öz işlə bağlı bir taskı ilə deyəndə ki, mənə çox vacib bir tapşırıq veriblər. Amma mən düşünmürəm ki, bunu bacararam. Mən ona çox özümün də gözləmədiyim şəkildə çox məntiqli bir belə bir necə deyil, ürəkdirək vermişdim ki, sənə bu tapşırığı verən insan vəzifəcə səndən yuxarıdır. Yəni bu departament rəhbəri idi. Mən də dedim ki ona, düşün ki, sən bunu düşünürsən ki, sən bacarmarsan. Amma səni işə götürən də həmin adamdır. Sənə neçə aydır işləyən də həmin adamdır. Sənin bacarıqlarını bilən də həmin adamdır. Və üstəgəl o
əgər iş alınmasa, o tapşırıq uğursuz bitsə, məsuliyyət də onun üstündədir. Necə düşünürsən? Yəni əgər o adam sənin bacarmayacağını düşünsə, bunu yenə də sənə verərdi. Biraz düşündü, axırda ki, yəqin ki, yox. Ən azından yəni qoyaq qırağa ki, həmin adama güvənirdi də. Axı hər zaman da biz birinə bir şey istəyiriksə, ona bir şey tapşırırıqsa, biz düşünürük ki, bu onu bacaracaq. Bacarmayacağını düşünsək, yəni eləmərik də, yəni onu başqasına deyərik, başqasına istəyirik, özümüz eləyərik. Bu məntiqlə fikirləşəndə və hər zaman özümüzü nəsə layiq görməyəndə, bəzən ətrafdakılara da güvənmək lazımdır ki, əgər deyirlərsə ki, sən bacarırsan, yəqin ki, bacararam da. Bəlkə onlar mənim görmədiyim daha yaxşı bir şey görür. Yaxud mənim qəbul eləmədiyim bir şeyi mənə deməyə çalışırlar necəsə ki, bax sənin belə bir talantın var. Mən podkast ümumiyyətlə düşünmürdüm. Həmişə qulaq asmışam, amma düşünmürdüm. Amma mənim rəfiqələrim, ətrafındakılar mənə söhbət eləyəndə onlarla həmişə deyirdi ki, sən niyə paylaşmırsan bunları? Mənə dedilər, bir müddət sonra artıq qərar verdim ki, bu qədər təkrarlanmasında yəqin ki, bir səbəb var. Ona görə də düşündüm ki, bəzən insanlara qulaq da asmaq lazımdır. Negativə deməzdim qulaq asın. Negativ çox vaxt insanların özləri ilə bağlı olan negativdir. Yəni negativ birinə bir şey deyirsinizsə, böyük ehtimal özünüzün onunla bağlı bir kompleksiniz var. Bunu da düşünə bilərsiniz. Növbəti dəfə biri ilə bağlı pis bir şey fikirləşməyə çalışanda. Ona görə pozitivi, amma mən şəxsən biraz ikili prinsip olsa da pozitivi hər zaman öz üzərimə götürməyə çalışıram ki, çox sağ olun mənə dediyiniz xoş sözə görə, xoş necə deyirlər, bir effektə görə. Ona görə tövsiyə edərdim ki, doğrudan da birisi pozitiv bir şey deyirsə, yo, mən ona o deyiləm, mən ona layiq deyiləm deməyə əvəzinə sadəcə təşəkkür edin. Və onu doğrudan təmiz ürəklə, saf ürəyinizi açaraq qəbul edin ki, təşəkkür edirəm. Təşəkkür elədikcə də ətrafdakı həm insanlar, yəni kainat, Allah, nə deyirsiz də, bunlar hamısı bizə bir şeyləri vermək üçün göydən endirmir. Yəni heç kimə göydən nəsə enmir, fiziki olaraq və yaxud bir bilgi olaraq. Bunlar hamısı bizə insanlar vasitəsilə gəlir. Yəni insanları yaranmasındakı məqsəd də yəqin ki, ondadır ki, biz bir-birimizin inkişafında, bir-birimizə dəstək olaq, kömək olaq, bir-birimizi daha da qabağa aparaq və ona görə də düşünəndə ki, niyə də yox, bəlkə bir mənə xoş bir söz deyirsə, o məni daha da qabağa aparır və yaxud pis bir şey deyirsə də düşünə bilərsiniz ki, bəlkə mən də razıyam, bəlkə mən bunu eşitməli idim ki, deyim ki, yox, mən elə deyiləm. Bəlkə mən də deyə bilərəm ki, bunu müşahidə eləmişdim ki, mən nə vaxt kökəldiyimi düşünürəmsə, bu bir əslində fiziki faktdır. Amma məsələn, olurdu ki, mən çəki almamışam. Mən düşünürəm ki, çəki almışam. Onda mən ətrafımda eşitməyə başladım ki, deyəsən kökəlmişsən, amma fakt olaraq nə çəkidə, nə görüntüdə, nə necə deyirlər, paltarlarımda bunu hiss olunmurdu. Sadəcə mənim belə bir ağırlıq hissim var idi. Bu da emosional ağırlıq idi təbii ki. Ağırlıq hissim olanda ətrafındakılar mənə başlayırdı deməyə ki, sən kökəlmisən deyəsən ki, mənim çəki ilə bağlı xüsusi problemlərim var idi. Və onlar